Herkese salam. YouTube kanalıma ve yeni vloguma hoş gelmişsiniz kızlar. Bugün sizinle ev vlogu paylaşacağım. Deməli, o günlərim YouTube kanalıma nəzər yetirdim ki, son dönemlər mən ev vlogları paylaşımı etməmişəm. Yəni etdiyim paylaşımlar hamısı hansısa bir tədbirlərlə bağlıdır. Toy, Uğur'un ad günü, daha sonra məzun günü. Ona göre düşündüm ki, artıq sıxıcı olmasın kanalım, eyni səpkidə olmasın. Ev vlogu paylaşmağın vaxtı gəlib çatıbdı. Düzdür, bu vloqda qismən belə ev vloq olacaq. Həftənin bazar günüdür. Yuxudan bugün biraz belə gec oyanmışam. Həftə içi tez oyanıram. Saat 8 idi, durdum, düşdüm aşağı və çay dəmlədim, çay qoydum dəmə. Bazar günü olmağına baxmayın, yoldaşım həftə sonlarda işləyir çox vaxt. Onu işə yola salacağım. Uşaqlar hələ yatırdılar. Yoldaşım yedi, çayını içdi və getdi işə. Əslində uşaqlar bugün üçün çox istəyirdilər ki, harasa gəzməyə gedək, amma alınmadı. Düşündüm, onlar üçün başqa bir plan eləyərəm. Daha sonra keçdim uşaqların səhər yeməyini hazırlamağa. Deməli, görürsünüz qızlar, ərik qurusu doğrayıram. Bir də burada gavalı qurum var. İndi də onları doğrayıram. Deməli, bu nədir qızlar? Mən uşaqlara ara sıra bir həftə ərzində, 5 gün ərzində chia toxumu, quru meyvələr və qatıqdan ibarət yoğurt hazırlayıram. Bir də bal istifadə edirəm içinə. Yəni baldakı sırf biraz yüngül də olsa şirinlik versin deyə. Chia toxumu bilmirəm istifadə edirsiniz yoxsa yox, amma eləmirsinizsə tövsiyə eləyirəm ki, edəsiz. Çünki düşünün ki, üz dərisindən tutmuş, yəni hər bir şeyə xeyri var da, əsas da ki, mədə-bağırsaq sisteminə. Bu arada qızlar, qatığı da özüm tutmuşam. Ömrümdə ilk dəfədir qatıq hazırlayırdım. Çox da qəşəng alınmışdı. Qatıq da bilirsiniz ki, probiotikdir. Yəni mədə-bağırsağa çox xeyirlidir. Chia ilə də bir yerdə birləşəndə ümumiyyətlə nəticəsi mükəmməl olur. Yəni bütün mədə-bağırsaq sistemini təmizləyir bu qarışım. Mən chia'nı çox istifadə edirəm. Yəni evdə ümumiyyətlə hamımız istifadə edirik. Uşaqlar da çox sevirlər. Bu şəkildə hazırlayıram. Onlar durana qədər biraz da bu chia qatığın içində şişir, böyüyür, həlim salır. Yəni qatı bir maddə kimi alınır da, bildiyiniz yoğurt kimi alınır. Sırf belə deyim də, müalicə niyyəti ilə mən bunu eləyirəm uşaqlara. Həm də sevirlər. Bir də doyumculdur, dəhşət doyumculdur. Yəni chia ümumiyyətlə mədədə də biraz şişir və insanda aclıq hissi çox gec oyanır. Adətən yəni arıqlayan adamlara da bu chia toxumunu məsləhət bilirlər. Onların yeməyini hazırladım. Özüm də getdim paltarları maşına atdım. Yəni dedim səhər elə atım, günortaya qədər sərərəm, günortaya qədər quruyarlar. Artıq havalar istidir. Düzdür, şükür Allaha, çox da şiddətli istilər deyil. Mən ümumiyyətlə istiyə dözümsüz insanam, yəni ki, heç dözümüm yoxdur da. Yay fəslində ümumiyyətlə sevmirəm. Artıq maydan sonra elə bil ki, necə deyim, çox belə məyus oluram ki, istilər gəlir. Heç sevmirəm yayı. Amma şükür Allaha ki, bu il yay çox da isti keçmir. Hələ ki, yəni biz evdə heç kondisioneri belə yandırmamışıq. Deməli qızlar, bu vloqu mən 4 günlük bayrama görə verilən istirahət vaxtı çəkmişdim. Deməli, çox təəssüf ki, bu 4 günün 3 gününü mən xəstə oldum, qrip olmuşdum. Xəstə keçirtdim, amma xəstə olsam da qızlar, əslində mən bu 4 gündə evdə çox iş görmüşəm. Sadəcə olaraq o qədər halsız idim ki, ancaq elə düşünürdüm ki, işləri qutarım və ona görə də vlog çəkməmişəm. Mən demək olar ki, yay təmizliyini etmişəm qızlar. Pəncərələri silmişəm, balkonları yumuşam. Daha sonra
otaqların divarlarını təmizləmişəm. Çılçıraqlara düzdür dəymədim, çünki martda təmizləmişdim. Yəni ümumiyyətlə çılçıraqları il ərzində bir dəfə silirəm qızlar. Amma pəncərələri demək olar ki, mütəmadi olaraq təmizləyirəm. Pəncərələr əslində elə də çox kirli deyil idi. Burada da balkonu sizə göstərməyə çalışıram. Bizdə 2 ədəd balkondur, ikisini də yuyub təmizləmişdim. Yəni kafel metlaq olan hissəni köpüklü su ilə əməlli başlı yudum, təmizlədim. Tam belə ürəyim istədiyi kimi, yəni təmizliyini eləyə bildim. Pəncərələr dediyim kimi elə də çox kirli deyil idilər, məni çox yormadılar. Amma yenə də xəstə idim deyə çox halsız idim. Biraz belə çətinlik çəkdim işləri görərkən. Bir dənə bu kitablarımı töküb arada təmizləyəcəm və bu yaxınlarda öyrənmişəm ki, kitabları heç olmaya ildə 1-2 dəfə havaya vermək lazımdır. Düşünürəm ki, çox istilər olanda, artıq küləklər tam kəsiləndə onu da çıxardıb balkonda günə verərəm biraz kitablarımı. Paltarlar da bitdi, onları da sərdim artıq. Divanın üstündə olan paltarları da qatladım. İndi onları hamısını dolablara yerləşdirəcəm. Yay fəslini dediyim kimi sevmirəm, amma sevdiyim tək nədir? Bir yorğanlar artıq, yəni ağır yorğanlarda yatmağa ehtiyac olmur. Bir də ki, dolabda yer çox olur, çünki yay paltarları bilirsiniz ki, az yer tuturlar. Ona görə bu cəhətdən xoşlayıram, amma həm istisinə görə sevmirəm, həm yayda iş çox olur. Yəni qışda bu qədər çox iş görmürük də, həm də ki paltar çox çıxır. Demək olar ki, gündə 2 dəfə paltar yuyan maşını qoşmaq məcburiyyətində qalırıq. Yəni əsas da işinə görə sevmirəm, istiliyinə görə sevmirəm. Ona görə də bütün təmizlik işlərimi gördüm. Əsas da pəncərə, balkon yumaq bu işləri gördüm ki, dəhşət istilər düşəndə elə də çox işim gücüm olmasın. Məzuniyyətə də çıxanda, yəni istirahət eləyə bilim. Adətən bu işləri mən məzuniyyətə saxlayıram, amma bu il elə eləmədim. Düşünürəm ki, bir yerə gedə bilsək də, bilməsək də, evdə olsam da belə istirahətimi eləyə bilim. Gördüyünüz xırdapara işlərimi gördüm. Dediyim kimi, yəni təmizliyimi etmişdim deyə elə də çox işim yox idi evdə. Uşaqlar da bu gündən əslində gəzməyə falan getmək istəyirdilər. Nəysə ki, alınmadı. Mən də dedim, dükana çıxasıyam, onsuz da marketə gedəsiydim. Uşaqları da aparım özümlə. Domino's pizzaya gətirdim. Düzdür, oyun yeri, park, belə şeylər istəyirdilər, amma Mərdəkanda da elə də çox maraqlı yerləri yoxdur. Uşaqlar burada getmək istəmədilər. Mən də açığı biraz xəstəlikdən qalxmışdım deyə üzü şəhərə getməyə halım əhvalım olmadı. Evə də qayıdıb növbəti həftə üçün hazırlaşmaq lazımdır. Ona görə elə bunların könülləri olsun deyə belə deyim. Apardım, pizza yedilər. Daha sonra marketə keçdilər. Bu marketdə də yəqin ki, bir çoxunuz tanıyırsınız. Açtirinin məhsulları satılır. Şokoladı, çipsisi, suyu, belə şeyləri. Uşaqlar dedilər ki, gedək biraz Açtiridən nəsə alaq özümüzə. Mən də icazə verdim, dedim yaxşı bu səfərlik olsun. Sırf onların könlü xoş olsun deyə icazə verdim, çipsi falan belə şeylər aldılar. Ümumiyyətlə mənim uşaqlarım bir çox uşaqlar kimi böyük ehtimal ki, bir çoxumuzun uşağı elədir. Market alış-verişini, marketdə gəzməyi çox sevirlər. Hələ o marketdə onlara maraqlı belə şeylər varsa, ümumiyyətlə sevirlər marketə getməyi. Oradan çıxdıq, getdik Olivyeyə. Bu dükan Mərdəkanda yeni açılıbdır, amma yaxşı kaçıblar, vacib ehtiyacım olanda gedə bilirəm. Yoxsa bu günə qədər Mərdəkanda belə dükanlar yox idi qızlar. Uşaqların hərəsinə bir ədəd şampun aldım. Bədən gelləri var idi, amma şampunları artıq bitmişdi.
Mehrinin şampunu ümumiyyətlə tez-tez bitir. Hərəsinə bir ədəd şampun aldım. Şampunlar ikisi də deyəsən 7 manat idi. Sonra belə kollagen tərkibli maskalar aldım özümə. Bir də uşaqlara Eveline-ın SPF kremini aldım. Düzdür, elə də çox razı deyiləm mən Eveline firmasından, amma ki bunu hələ müvəqqəti almışam. Araşdıracağam yaxşı bir markanın, inşallah ki alacağam SPF-ini. Deməli qızlar, hər nə qədər ev vloqu eləmək istəsəm də, amma tam da belə ev vloqu alınmadı bu günlük. Yenə də bir tədbirdən paylaşım edəcəm sizlə. Yəqin ki, burada diqqət elədiniz. Bayaq dırnaqlarım mavi rəngi idi, indi çəhrayı rəngdir. Yəni öncədən çəkilmiş bir videodur. İyunun 16-sı bibim oğlunun toyu idi. İlk öncə onları təbrik eləyirəm. Ailə səadəti, ailə xoşbəxtliyi arzu eləyirəm. Deməli, biz də toya getdik. Mehrin, mən, bir də yoldaşım üçümüz getmişdik. Mamam, bacım, yəni bizim qohumlar hamısı oradaydı. Bu arada qızlar, bu restoran Su Səsi restoranıdır. Bura girərkən biraz nostalji yaşadım. Çünki mənim öz toyum da burada baş tutub. 2014-cü il fevralın 23-ü qız toyum bu restoranda olubdu. Düzdür, onda belə, yəni dizaynda deyil idi, tamamilə fərqli idi. İndi daha yaxşı, daha qəşəng eləyiblər. Biraz belə nostalji yaşadım, qəribə hisslər keçirdim. Onlar da təsadüfən gəlib yenə də eyni restoranı tutublar. Mənim oğlan toyumda bu restoranda olub, amma aşağı zalda olub. Biraz buna nisbətən balaca zalında olubdu oğlan toyum. Toyu başladıq. Yedik, içdik, oynadıq. Artıq tort kəsmək vaxtı idi. Onların da tortu maketi idi. Standart olaraq indi bütün toylarda tortlar maketdir. Belə də bir də ayrı-ayrı dilim tortlar var idi. Demək olar ki, toyun axırına qədər oturduq. Mehrin də yaxşı əyləndi. Heç bir toyda Mehrin bu qədər çox rəqs eləməmişdi. Amma bu toyda çox rəqs elədi. Sonra belə effektlərlə mənzərə yaratmışdılar. Uşaqlar biraz qarla falan oynadılar. Belə deyim, yaxşı bir gün keçirmiş olduq. Mənim nöqteyi nəzərimdən də ümumiyyətlə yaxşı gün oldu. Çünki uzun müddət idi ki, qohum əqrəbəmi görmürdüm açığı. Bibim Gilizadı uzun müddət idi ki, görmürdüm. Bu toyda gəldim, gördüm. Mehrin axıra yaxın artıq başındakı bantiki də çıxartmışdı. Mehrinin dəsti ağ rəng dəsti gördünüz, şalvar koftaydı. Onu yoldaşımın dayısı oğlunun xınası üçün almışdım. Düzdür, mən özüm xınada iştirak eləyə bilməmişdim, amma Mehrin getmişdi, nənəsi ilə, bibisi ilə getmişdilər. Onun üçün almışdım. Çox qəşəng bir kostyumdur. Dedim elə toya da bunu geyindirim, gətirim. Düşünürəm ki, Mehrinə də yaxşı yaraşdı, ağ rəng, yəni dəri rəngi ilə falan çox yaxşı getdi. Saçın zadında özüm yığmışdım. Özüm də paylaxmaxıra getmədim. Yəni makiyajımı, saçımı, hər bir şeyimi evdə özüm elədim. Elə qara adi bir don geyinmişdim. Daha sonra elə həmin donu yoldaşımın da dayısı oğlunun toyuna geyindim. Düzdür, artıq onların toylarından paylaşım etmişəm, amma o toy bu toydan sonra olmuşdu qızlar. Yəni həftənin birinci günü bibim oğlunun toyuna getdik, həftə sonu da yoldaşımın dayısı oğlunun toyuna getdik. Bu ay bizim üçün həqiqətən də çox dolu-dolu keçdi.